davranır, ismin sualına cavab verir. Bunlar hamısı isimləşməyə xidmət edir. Yəni isimləşmə olmasa əgər biz deyirik, məsələn deyirsiniz ki, isimlər təyin rolunda çıxış edə bilər. Hansı əsasla deyə bilərik? O əsasla deyə bilərik ki, məsələn qızıl üzük, daş hasar, bunları biz cümlədə işlədəndə təyin funksiyasını daşıyır. Burada daş isimdir, amma təyin rolunda çıxış elədi. Deməli isimlər də təyin ola bilir. Yoxsa deyə bilərdi ki, isimlər təyin ola bilmir. Bu təksib eləmiş olaraq da o fikrimizi. Amma burada görürük ki, hə, doğrudan da mümkündür. Ən çox məsələn çaşdırılan məqamlardan biri bu idi ki, isimləşmə nədir, sifətləşmə nədir? Sifətləşmə də var, isimləşmə də var, adverbiallaşma keçmişi, o da var. Yəni bəzi sözlər zərfləşir, belə funksiyalar daşıyır. O düz digər mövzularda, amma toxunduqda məsələyə də. Hə, sonra biz sözün son səsinin hansı səs olduğunu, yəni hansı hərflə bitdiyini necə anlaya bilərik? Necə müəyyən edə bilərik? Hansı yolla? Kim deyər? Saitlə başlayan şəkil artırmaqla. Saitlə yoxsa samitlə? Saitlə. Samitlə. Yox, saitlə olacaq. Niyə? Çünki samit gələndə bilmirik demək olar ki. Samit gələndə o karlaşa bilir, cingiltiləşə bilir, dəyişə bilir. Amma sait gələndə o stabil qalır, standart. Yəni, məsələn, kitab aldım. Kitab sözündə son səs dəyişəcək yoxsa yox? Dəyişməyəcək. Dəyişməyəcək. Çünki özündən sonra saitlə başlayan söz gəlir. O dəyişmir. Amma kitab şkafı deyəndə dəyişəcək. Necə dəyişəcək? Onun kar samitlə əvəz olunur. Bəli, öz qarşılığı nədir? Bunun qarşılığı p-dur, öz qarşılığına keçir. Kitab almaq. O kitab şkafı, kitab almaq neydi? Hə, orada olur, qarşılığa keçir. Çünki özündən sonra samitlə başlayan söz gəldi, şəkilçi gəldi, söz gəldi, nə bilim, bir səs oldu və yaxud olmadı. Bunlarda hamısı dəyişir, proses dəyişir. Yəni karlaşma gedir. Amma saitlə gələndə, saitlə başlayan şəkilçi ola bilər, söz ola bilər. Bunlar olanda dəyişmir, stabil qalır. Yəni standart qalır. Məsələn, buluda Bu belə. deyəndə d olduğu Bəli. görünür buluda. Bir də buludda. Burada da samitlə qoşulanda da buludda. Birinci t səslənir. Düzdür, aferin. Yəni biri karlaşır da onlardan. Bəli, birincisi. Yaxşı. Belə bir sual verim. Vurğusu dəyişmə ilə mənası dəyişən sözlər ola bilər dildə. Elə bir söz deyə bilərsiniz, vurğusu dəyişməklə mənası dəyişsin. Alma. Durma. Bölmə. Bəli, alma, düzdür. Qazma, nə bilir, satma. Bəs yaxşı, elə bir söz deyə bilərsiniz, vurğusun yerini dəyişək, amma nitq səsi olaraq sabit qalsın. Yasəmən. Yox, aidiyyatı yoxdur axı. Yox, keçən dəfə demişdim. Əsasən bəzi sözlər var ki, həm sifət, həm isim ola bilir vurğuya görə. Hə? Buyurun. Qrafik sözü də var aiddir. Qrafik. Bəli. Qrafik, nə bilim, dizayner. Qrafik dizayner ixtisası məsələn. Bəli. Necə? Bir də qrafik. O sözləri bizə yazıb göndərə bilərsiniz əzbərləyək. Neçə dənədir təqrib edə bir söz? Telefonda da var, kitabda da var, oradan çəkib göndərirəm. Belə ki, hazır kitabda var. O Məncə çoxdur da 20-30 dənə olardı zağı. hə, nizami lirikdir. Yəni lirikdə vurğu əvvələ düşür, isim olanda. Amma sifət kimi işlətsək vurğu axıra düşür. Həm də onların olar, atarsız baxıyarıq. Hə, ataran problem yoxdur. Məsələn, elektrik sözünü deyirdim mən, o sualım onun əsasında idi. Məsələn, elektrik cəryanı, vurğu hara düşür, axıra düşür. Bir də deyəm ki, atam elektrikdir. Fikir verirsiniz, elektrik demirəm, elektrikdir. Yox, 1-ə düşmür, 2-yə düşür orada. 2-yə dedim, yox. 2-yə dediniz, hə, o səhv. Bəli. Yaxşı, belə bir sual verim. Düzdür, bu Çox üzr istəyirəm. Atam elektrikdir. K-dan əvvəlki yə düşür, yoxsa D-dan sonraki yə? Elektrikdir. İkinci hecəyə düşür. İndi belə sual. Hə, lek olur. Lek. İkinciyə düşür, bəli, lekə düşür. Elektrik. Demiş elektrik. Elektrik. Daha mənalı ora düşür. Və yaxud məsələn şaxta var, bir də şaxta. İndi şaxta deyəndə nə başa düşürük? Şaxta. Biz şaxtaya indik. Mədən deyirik. Mədən. Bir də bizim şaxta mənim əlimi nə bilim parçaladı. Şaxta. Bu da ikinci hecəyə düşür. Bəli, ikinciyə düşür.
Biri var Sonra alınmaq, kitab alındı. Furqa hara düşür? Kitab alındı sözündə. axırıncı hecəyə düşür. Axırıncıya. Bir deyirəm ki, kitab alın, dəftər alın. Furqa hara düşür? Birinci Birinci ayə. hecəyə. Birinci ayə, bəli. Və yaxud məsələn, ürəyi döyünür. Döyünür sözündə vurğa hara düşür? Axırıncı hecəyə. Axıra, bəli. Bəs sözdə əgər səs uzanması varsa, mütləq deyiliş və yazılış fərqlənir. Fikri doğrudur yoxsa yanlış? Doğrudur yoxsa yanlışdır? Qəribə Sualı bir sual. də deyin zəhmət olmasa. Sözdə əgər səs uzanması varsa, deyiliş və yazılış mütləq fərqlənir. Bu fikir doğrudur yoxsa yanlışdır? Gəl belə Əlbəttə suallar ki, yazılır. tələffüzdə səs uzanır da, təbii ki, 2 nöqtələ. Bəli, uzanır. Orfepiya qaydası ilə Uzanmağı təhlil uzanır. eləyəndə O səs dəyişimi fərqi qəbul olunmur. İndi keçən dəfə demişdim, yəqin yadınızdadır. Və ya ola bilər səsə görə qarşılıqlı olub, tam eşitməmişik. Orada məsələn səs uzanması olur nə zaman? Əgər səs düşərsə, biz onu deyiliş, yazılış fərqi götürürük. Məsələn, camaat sözündə burada indi yazıb göstərərəm. tələffüzündə biri düşür, biri də uzanır. Burada yazmaq olur ümumiyyətlə. Mən bilmirəm. Da lövhə görünsəydi. Zoom-da mən yazıram, Zoom-da yazıb göstərirəm. Alım var, incə var da tabii. Və tabe deyil, tabe deyil məsələn. Deyil. Değil. Deyil. Məsələn, kitabxana sözü tabe yoxsa yox? Deyil. O da tabi değil. Kələm sözü tabe yoxsa yox? Tabidir. Bəs yaxşı belə bir sual verim. Əzabkeş sözü necə tələffüz olunur? Necə yazılır? Olduğu kimi yoxsa tələffüzdə dəyişir? Olduğu kimi yazılır. Bəs Əzabkeş. tələffüzdə əzabkeş tələffüzdə dəyişir yoxsa yox? Əzabkeş. Hə, p olur da. B p-yə keçir. Bu pıya keçir, bəli. Yox, bu sözdə dəyişir. Tələffüzdə Dərsdir. olduğu kimi yazılır. Niyə görə? Çünki əzabkeşdir, cəfakardır, karla, keşlə bu şəkillər ümumiyyətlə bir tane sözlərdə Hə, dəyişdirmir. tələffüz fərqi olmur. Bəli, bu elə bir qaydada standart ki, bunlarda heç bir şey dəyişmir. İstisnalar da onda. İstisnalardan biridir, bəli. Ona görə o sualı verdim sizə ki, görürsən tapacaqsınız yoxsa yox. Məsələn, qoşa samitli sözlərdə məsələn səttardır, t ilə qoşa samit gəlirsə, o zaman necə tələffüz olunur? İkinci qoşa samitin ikincisi T'dır. ikincisi keçir. Yox, belə deyil də. Bəli, İkincisi t-dır, qarşılığına səttar keçir. olur, düzdür. İkincisi, bəli, cingiltililəşir. Məsələn, haqlı söz necə tələffüz olunur? Haqlı. Haklı. Q'nun biri Bəli, düşür. haqlı. Birinci q Bəli, qalır, q. ikinci Q'da q keçir. p olur. Bəli, istiqaməti də var onun həmçinin. Mürəkkəb sözün tərkib hissəsi olanda, məsələn, haqq hesab deyəndə, haqq defiz hesab olanda haqq olduğu kimi qalır, dəyişməyəcək. Bu da bir nümunədir də, yəni. Sonra şəkilçilərdən verməyim. Şəkilçilər neçə qrup ayrılırdı ümumiyyətlə? Düzdür, o söz yazılır anlayışıdır. İki yerə bölünür də. Dramatik. Leksik, qrammatik. Söz Leksik, düzəldici, söz qrammatik, bəli. dəyişdirici. Düzdür. Bəs qrammatik şəkilçilərlə leksik şəkilçilərin fərqi nədir ümumiyyətlə? Leksik şəkilçilər Biri yeni sözün sözlər forması əmələ dəyişir. gətirir. Növbəylə danışa, zəhmət olmasa bir əl qaldırın, zəhmət olmasa elə. Çünki səslər qarşı belə biraz problem olur. Yəni, görüm ki, mən qaldırdı. Bəli, buyurun, Qəsibə xanım. Söz yaradır. Qrammatik şəkilçilər isə ancaq sözü formasını dəyişir. Dəyişdirir. Bəli, qrammatiklər ancaq formasını dəyişir, leksiklər söz yaradır, söz düzəldir. Bəs belə bir sual verim. Hansı samitlərdir ki, 4 və 5 səsi ifadə edə bilir? Amma bir nümunələndirində zəhmət olmasa. Ne niyə bilir? Elə bir ki, 4-5 dənə səsi ifadə edir də eyni anda. Əgər ki, müxtəlif vəziyyətlərdə 4 dənə, 5 dənə səsi ifadə edir. Biri Sizin də qıdır. buradan cavab bilmişlər amma. Hı. Biri neydi bəs? Yox, y deyil. X. Kaşdirik. Hı da deyil. İki dənədir də müəllim. Kaşdirik bir de K. Yox.
Yox, mən dediyim 2 dənə səsli, hələ bunun ikisini deyim, səsləri, sonra keçək nümunələrə. Birini düz tapdınız, Ç-dır. Biri nədir Q bəs? da dəyişir. Bəli, biri də Q-dur. İndi keçək nümunələrə. Q-nu məsələn necə ifadə eləyir? Bir nəfər desin Q-nu, bir nəfər də Q-nu deyər. Y-la ola bilər, K-la ola bilər. Y-la necə olur məsələn? Nümunə deyin görüm. Məsələn, çörəyi ver. Burada K Y-yə keçdi. Bəli, Q-yə keçdi. Sonra Bir də deyirik kosmos. Burada da K kimi kosmos, tələffüz bəli. olunur. İkisi Üstü qaldı. üstü. Hə, o biri hərfləri də deyim, o birisi səsləri də deyim. Hə, deyin. Q-nu Məsələn, deyin. sadiq Bəli, desək, yox, sadiqi qatmayaq hələ ki. Niyə? Çünki sadiq qıya etdi. Biz Q-nu qutaraq 4 dənəsini deyək. mən onun Sonra üçün dedim də, sual verdim axı ki, başqasını deyim, yoxsa yox, başqasını Q mən yox. bir Bunu Y-yə deyin, keçdim. olsun. Təbrik Q-yə müəllim, keçdi, məktəb hə, deyə birini tapdıq. bilərik. Q-nu dedik. Q kimi necə olur? Kənd, biri qaldı. Məktəb. Yemək, yemək. Bəli, Q- məktəb olur. Q Q ştrifi oldu, olur. məktəb. Məktəb, bəli, məktəb olur. İndi keçək qıya. Məsələn, ürəkdir, ürəkdir, böyrəkdir, böyrəkdir, göbələkdir, göbələkdir, X ştrif olur hamısında. İndi keçirik qıya. Qını bir nəfər desin, başqası olmaz. Vüqar müəllim, sonra xanım, Tərgül, Günel müəllim. Təksir yazıb Günel müəllim. Biri qıdır, hə? Təksir K olur. Tələffüzünü yazıb ora Günel. Təksir K-la, sonra Başmaq. bəli, qaçmaq, qaçmaq K İqtisadiyyat olur. məsələn. Həm də Q olur orada. İkisi qaldı. İqtisadiyyatda K olur. İqtisadiyyat Getmək. bəli, Q olur. Q kimi necə olacaq? Q kimi. Saitlə başlayan şəkil çağırtıranda, məsələn, qonağa, Bəli, qonağa. Bir dənəsi də qalmışdı əslində. C-yə nə zaman keçir? Hansı səs idi o C-yə keçirdi? Onu mən demədim, yadımdan çıxdı. Sual vermədim. Getmək, getmək. Getmək. 2 dənə Yox. Q olanda Bəli, G-yə 2 dənə Q olanda, məsələn, Qoşa nümunə deyə samit bilərsiniz. olanda, məsələn, qoşa samitdir, məccə, məccə olur. Bəli, şimdi orada bir unutmaq olur da, onları unuduram. 6-da da yoxdur. Hə, keçək onda o birisi suala. 9-da var. 9-da da. Hə, görmürəm onları. Deməli, 7-yə baxaq. 7-də yoxdur. Mən bir dənə tərpətməyin də, zəhmət olmasa. Hə, oldu. Yaxınlaşdırdım. 8-də də yoxdur. 9-da da heyvanlar. İndi keçək onda o birisi suala. 4-cü sual. Hansı cümlədə lar şəkilçisi qəbul etmiş sözlərin hamısı yazıldığı kimi tələffüz olunur? Bilmirəm, görünür yoxsa görünmür. Bayaqki formada saxlayıb mənim çox uzaqlaşdı. Belə yaxşıdır. Yoxsa yaxınlaşdırdım Biraz da biraz. yaxınlaşdırın. Belə. Yaxşıdır. Hansı cümlə 4-də. olunur? 4-də heç kəsi yaxına buraxmırlar. Buraxmır necə tələffüz olunur? Buraxmırlar. Buraxmırlar. Bəli. R-nın biri L. Qarşıdakı. Ha. Deyir ki, yazıldığı kimi tələffüz olunsun. Elə yazıldığı kimi tələffüz olunur 4-də. Buraxmırlar dedi axı, buraxmırlar olur. R-lıya keçirdi orada. Yox, mənim orada onsuz lar şəkilçisini soruşur bizdən. Hə, doğru. Sözdə dəyişiklik yoxdur. Sözdə dəyişiklik var. Bəli, sözdə deyir, düzdür. Ona keçsək o birisindən. 5-ə. 5 asandır ki, mətnlə bağlı deyil bu. Kimsə oxumaq istəyirsə əlini qaldırsın da mən oxuyuram, amma başqasına növbə çatsın deyirəm. Kim istəsə səslə deyə bilər. İndi mən bu suala baxıram. Hansı sözdə q hərfi q, x, ğ, k səslərini ifadə edir?
Yəqin burada sıralama ilə gedib, yox sıralama deyil. Deməli 9 birinci q keçəcək k olacaq. Qələmdə dəyişiklik olmur, ona görə bu variantı atırıq. D bəndi. Şəfəq, balıq, qayıq. Şəfəqdə dəyişilmir. Şəfəqdə k R olur. yox da orada. Şəfəq, balıqda balıq, qayıqda da qayıq. Qayıq. Doğru. Uzaq olanda Orada üfüq. R olmadı. R səsi. Doruq. Bir də Bəli, Uzaq. B-də. Balıq. Balıqda Uzaq R olanda. olur. Çox heyecanlarda orada səslər qarışır. Bir nəfər bağlayır, səs orada zəhmət olmur. Evet. Orada Çünki məsələn doğru mən balıq deyirəm, ona görə balıq. Mən həmişə balıq deyirəm. Sən deməklə Balıq. deyil də, orfoqrafiya Ya da onu qaydaları deyirəm. var. Stepiya qaydası var. o səslənmə çox heyecanlarda ümumiyyətlə 40-ya keçir.